Sual belədir ki, o düzdür ki, uşaq 9-cu sinifdə az bal toplayıbsa, 11-də də bal toplaya bilməyəcək. Ümumiyyətlə, bu tip məsələlər şəxsdən şəxsə görə dəyişir. Yəni, bir adamda baş verən bir hala görə ümumi hamı üçün qərar vermək olmaz. Amma ümumi olanlar nələrdir? Yəni, çox rastlaşdığımız hallar nələrdən ibarətdir? 9-cu sinifdə əgər sən 8-9-cu sinifi mükəmməl azlaşmısan, hər gün 5 dəfə müəllim yanına getmisən, maksimum gücünlə çalışmısan və sən 100-ün altında bal toplamısansa, ki bu inanmıram belə bir şey ola, 100-ün altına bal toplamısansa, sənin 11 imtahanda 250, 230, 220-nin üzərində bal toplamağın çətin bir şeydir və görünə bilən təcrübədə rast gəlinən bir şey deyil. Bu bir. İkincisi, sən 9 imtahanına sıradan hazırlaşmısan, ötəri hazırlaşmısan. Yəni, sadəcə elə dərsdə biraz öyrənmirsən, hazırlığın birinə getmirsən, birinə getməmirsən, müəllimin bir dediyini eləmirsən, birini eləməmirsən filan, ciddi hazırlaşmamısan. Amma ciddi hazırlaşmayıb yığmışsan 120 bal, düzdür? Amma 10-11 imtahanında sən maksimum gücünlə çalışmısan, bütün var qüvvənlə çalışıb, sən 250 bal belə və daha artıq bal toplaya bilərsən. Yəni, ümumən bir şagirdə 10-11-ci sinifdə yaxşı hazırlaşmaq kifayət eləyir ki, 500 balın üzərində bir bal toplaya bilsin. Yəni, təbii ki, da indi burada biri 650-li yerə hazırlaşır, biri hüquqa hazırlaşır, biri nə bilim tibbi hazırlaşırsa, onlara aid deyil. Amma məsələn, 3-cü qrupa hazırlaşır. Orta məktəb dərslərində yaxşı oxuyubsa bu uşaq ki, hər gün verilən dərslər 4-5 alıb, yəni ortalama oxuyubsa, bu uşaq bəli, 10-11-i 2 il hazırlaşıb istədiyi nəticəni ala bilər. Bu mümkündür. Baxmayaraq ki, 9-cu sinif imtahanda lap 120 balı keçməyibsə belə, bu uşaq üçün mümkündür. Amma bir ciddi məsələ var. 9-cu sinifdə yığdığın, tutaq ki, 250 bal yığmısan. 11-də də bu 250 baldırmı? Xeyr. Sənin bugünkü 250 balın 11-ci sinifin 150-180 balı deməkdir. Çünki 11-də proqram ağırlaşır, sən özün ağırlaşırsan, biraz da böyüyürsən və sənin 9-da öyrəndiklərin yadından çıxır. 9-cu sinifdə o imtahana necə hazırlaşmısansa, ondan biraz daha artıq, 2 qat daha çox hazırlaşarsansa, bəli, 11-də də həmin balı toplaya bilərsən. Ona görə 9-cu sinifdə yığdığınız həm aşağı bala arxayın olub ruhdan düşməyin, həm də yüksək bala güvənib 11-də mən bir dənə 11-i hazırlaşaram deyib özünüzü arxayın salmayın. Həm arxayın düşməyin, həm də ümiddən düşməyin. Dərslərimizə də qoşulmaq üçün onlayn dərslərə 055 597 0151-ə yaza bilərsiniz. Səhifəni izləməyi unutmayın. Sağ olun.